Esselamu Aleyküm ve Rahmetullah değerli izleyicilerimiz. Bir tane partlayış bir tane evden karşınıza çıkmış. Bir tane partlasın. Oo, gerçekten. Deməli, Balakən şəhərinin tam mərkəzində bir evi satışa çıxarmışıq. Uşaq ağlada hay-huylu, elədi uşaq. Nə qədər parkdasınız. Öyle baxanda park görsənir. Yəni parkın özündən də parka yaxınsınız. O dərəcə məktəblərə, Zərifərliyə var, Nizami məktəbi, nə bilim Badımcan lobiya olmağı qəşəng evi, bazara qədər yaxın bir yerdə yerləşir. Qəşəng bina evi indən deyirəm, birinci mərtəbə olmaq da nəbii ki 10-cu mərtəbədə elə hündür. Girişdə bir dənə belə dəhliz qardaş, tez bazar göstərir, aşağını, yuxarı, hay, uzaq belə lüstür belə şeylər var. Deməli, ən əsası, bismillah başlayır. Mən bunu demək istəyirəm ki, ev əşyasız satılır. Qazı, suyu, işığı, internetli bir şey var, ən əsası 250-300 manata kiraya verəsi bir evdir. Bu da nədir? Presekli bir şeydir. Bax, qardaş, burada sanuzelidir, burada sanitar qovşağıdır. Gəl qardaş, bismillah. Bura. Burada bir dənə belə otaq var qardaş, gəl göstər, oksigen fırlan, bax. Plastik pencərsiz adı necə lazımdır qardaş. Göstər əşyaları göstərməkdən proto əşya necə yanaşıq verir, göstərim qardaş. Gəl. Girən vaxtı resim fırlan, ikinci otağa geçən qardaş. Göstər dənə buradan küncə dənə ver. Aşağı yuxarı telefon, üç bucaq tutmuşsan qardaş. Göstər zəhmət olmasa müəllim, gəlin zəhmət olmasa gəlin. Bax, girdi. Bir dənə belə qəşəng geniş zalı var. Bax, gözəlliyə bax. Yəni bundan o tərəfə mərkəz yoxdur. Yəni yüksəkli deyilər, filan yerdən filan yüksək, dənizdən filan yerə yüksəkli deyilir. Elə bir mərkəzdir. Koordinat oxu düz bunun ortasından keçir, bunun ortasından. Marşrutlar pencərə açsan içindən aynı bir yer keçir. Bax belə bir otağı bir dənə, əlavə ilə otaq var. Bura nədir? Mətbəxlidir, bax. Klasik dizaynla təchiz olunmuş. Ora səsə basatama. Bomba. Gəl. Elə belə fırlan bir dənə eski yeri qayıt qardaş. Ay sağ ol, qəşəng, göstərdin qardaşım. Oo, süper. Bu normal işlər görsən. Gəl. Sonra qardaşım, burada bir dənə yataq otaqdır. Bir dənə də qeyri-adi bir şey göstərəcəm. Bax, belə bir yataq otağı var burada qardaş. Bayaq girdiyimiz yerdir. Oradan riski burada gedə bilirsən. Riski ona da gedə bilirsən. Bəzən görsən evdə qonaq olur. Gizli gəlməksən də, gizli görməsin, 2 saat görüşəcəm, uzaq qohumda, nə bilimdən görüşmək istəmirsən. Və hadi bura girdim, oturup qapılara bağlayıb yatsam burada ki, qohum çıxanda gedərəm deyib. Deməli, qardaşım yoruldum, bir dənə oturum. Deməli, buranın Tosun Paşa benim, Şabanlı kimi. Deməli, buranın qiyməti 78 minə təklif olunur. Deməli, qiymətdə əlbəttə ki, plus 100% inşallah ki, olacaq. Bu stolda otururuq. Normal bir dənə tefal çayı, qəşəng tefalla qaynarılan çay. Otururuq, qiymətdə plus edirik. Yenə demək istəyirəm ki, qiymətdə yaxşı, bəlkə də, baxım da adamına görə gəlir. Endirim eləyəcəm, yenə deyirəm. Əşyasız satılır, əşya verilmir. Yaxşı, bax, yenə deyirəm, sonra mən deməyin ki, qardaş, əşya nə demişsə, əşyasız satılır, 78 minə təklif olunur. Bütün sənədləri, kitab, kalk, plajla belə əlini vərəyə vurdun, yəni vərək əlini kəsik gedir. Daş kimi dən sənəd də var. Səhvdən nömrəmiz qeyd olunub, yaza bəzən gedə bilərsiniz. Esselamu Aleyküm və Rahmetullah. Kompet görmüşəm. Gizlət də.